Etieltek şirkəti 2013-cü ildə fəaliyyətə başlayıb və o zaman Azərbaycanda olan IT şirkətlərin böyük əksəriyyəti kimi biz də müəyyən ölçüdə inteqrator olmağa çalışırdıq. Amma o vaxt ərzində məncə şirkətin ən kritikal və ən gözəl etdiyi addımlardan biri 2014-cü ilin sonunda artıq software development-da keçməsidir. 2015-ci ildə devalvasiya baş verəndə inteqrasiya və hardware ilə məşğul olan şirkətlər çox ciddi əziyyət çəkməyə başladılar. Bağlanmış olan müqavilələr AZN üzərində, yəni manatla olan müqavilələrdir, amma artıq məzənnə çox ciddi olaraq dəyişmişdir. Bizdə isə artıq yerli məhsul var idi, öz məhsulumuz, hansının arxasında daha çox insan əməyi, yəni əmək haqqı dayanırdı. Və Etielteki fərqləndirən addımlardan biri budur. Bu günə qədər bir neçə dənə çox önəmli olan uğur hekayələrimizdən birini və ən önəmlisini qeyd etmək istəyərdim. Bu da ölkənin sosial müdafiəsini təmin edən proqram təminatı, KAUÇ. Yəni, fövqəladə hal baş verdiyi an, bu istər polis, istər yanğın söndürən, istər ambulans servisi, hamısının arxasında, yəni zəngdən məsələni bitirənə qədər arxasına dayanan proqram təminatı Etielteka məxsusdur. Və bu kimdənsə alınıb Azərbaycanlaşdırılan bir məhsul deyil. Tam sıfırdan bizim əməkdaşlar tərəfindən 2016-cı ildə Fövqəladə Hallar Nazirliyində, 2019-cu ildə Daxili İşlər Nazirliyində və 2024-cü ildə artıq təbibə tətbiq olunmuşdur. Və hal-hazırda çox qürurla qeyd edə bilərik ki, ölkədə 10 milyona, yəni bütün əhaliyə xidmət edən proqram təminatı ilə məşğul olan 1-2 şirkət var və onlardan biri Etieltekdir. Proqram təminatından ziyadə 22-ci, 23-cü ildə fərqli sahələrə də yönəldi. O sahələrdən biri də consultancy, yəni məsləhətləşmə xidmətləridir və yenə də çox böyük bir uğur atmışdıq. Pakistan və İraqda biz öz servisimizi tətbiq etmişdik. SOCAR-a uyğun olan Iraq Oil Company, yəni ən böyük neft hasilatı ilə məşğul olan yerli şirkət 4 dənə, 5 dənə xarici şirkətlərlə bir konsorsiuma girməklə oradakı texniki bazanın qurulmasının arxasına dayanan məsləhətçi xidməti Etielteka məxsusdur. Yəni, çox nadirən Azərbaycan şirkətləri deyə bilər ki, biz servisimizi eksport etmişik. Yəni, biz daha çox məhsul dediyim zaman hardware və ya istənilən bir əllə tutula bilən işləri Azərbaycandan ixrac etməyə bacarırıq. Amma beyin məhsulu və servisi təqdim etməyə hər kəsə nəsib olmur. Biz sadəcə böyük şirkət olmasaq, böyük işlərin altında əsas komandanı saxlamaqla bu işləri icra eləməyə çox rahatlıqla bacarırıq. Lazım olduğu anlarda komandanın sayını böyüdüb, proyektlər qutaranda müəyyən kadrla vedalaşmaq, amma əsas əməkdaşlar artıq bəziləri 10 il, bəziləri 6 il, bəziləri 8 il şirkətlə bir yerdə çalışırlar. Texnoparkın üzvü olduqdan sonra təbii ki, rahatlıqla deyə biləcəyim ən böyük üstünlük vergi tərəfidir və ixracatda müəyyən ölçüdə dəstəyin almasıdır. Texnopark rəhbərliyi tərəfindən mütəmadi olaraq görüşlər keçirir. O görüşlərin nəticəsində Azərbaycandan kənar hansı istiqamətdə və hansı ölkələrdə hansı servisləri tətbiq edəcəyimizə dair fikirləri bölüşdürürük və inanırıq ki, 25-ci ildə başlamış olduğumuz bu fəaliyyət artıq 26-da və 27-də çox ciddi bir uğur, çox ciddi bir nəticələri bizə gətirəcək.